Tamam. Deməli, bir daha axşamınız xeyir olsun müəllimlər. Səs, görüntü hər kəsdə normaldır. Bəli, müəllimə. Lap yaxşı. O zaman başladıq. Deməli, bugün sizlə keçəcəyik. Mövzu izahımız olacaq. Mexaniki iş və güc mövzusunu keçəcəyik inşallah. Deməli, o zaman ilk öncə başlayaq mexaniki işdən. Deməli, mexaniki iş nədir? Cismə təsir edən qüvvənin modulu ilə həmin qüvvənin təsiri altında icra etdiyi yer dəyişmənin modulu hasilinə bərabər olan kəmiyyətdir. Bax, tutaq ki, bizim bir dənə burada cismimiz var. Yəni, bir üfüqi səthimiz var. Üfüqi səthin üzərində bir dənə cismimiz var. Hər hansı bir cisimdir. Bu cismi biz nə etməliyik? Tutaq ki, yerini dəyişdirmək istəyirik. Bəzən olur da evimizdə hər hansı bir əşyanın yerini dəyişdirmək istəyirik. Tutaq ki, bax, bu cismimizin də nə edirik? Müəyyən bir yer dəyişməsi elətdirib, yəni başqa bir yerə qoymaq istəyirik də, yerini dəyişmək istəyirik. Deməli, o zaman nə etməliyik? Bir qüvvə tətbiq eləməliyik, düzdürmü, bu cismi yerindən tərpətmək üçün. Bax, həmin bu qüvvə və həmin o qüvvə istiqamətində ümumiyyətlə həmin qüvvənin təsiri ilə cismin etdiyi yer dəyişmə zamanı, yer dəyişmə modulunun hasilinə bərabər olan kəmiyyətə bax, biz mexaniki iş deyirik. Yəni, qüvvə təsiri ilə bir cismi yerindən müəyyən qədər tərpədiriksə, deməli, biz nə edirik? İş görmüş oluruq. Deməli, o zaman görülən iş A bərabər olacaq qüvvə vurulsun qüvvənin təsiri ilə edilən yer dəyişmə. Yəni, F vurulsun S. İşin vahidi olaraq, bax, F-in yerinə nə yazarıq? F-in vahidi 1 Newton, yer dəyişmənin isə vahidi metrdir. Deməli, o zaman işin vahidi olaraq 1 Newton vurulsun metr və yaxud da ki, axşamınız xeyir, Sayid xanım müəllimə, axşamınız xeyir. Elə indi başlamışıq. Lap yaxşı. Deməli, işin vahidi olacaq 1 Newton vurulsun metr və yaxud da ki, 1 Newton vurulsun metr hasilini biz 1 joule adlandıracağıq. Deməli, iş vahidi olaraq biz zaten öyrənmişdik bütün enerjilərin vahidi hamısı 1 joule-a bərabərdir. İndi öyrənirik ki, enerjinin vahidi 1 joule qəbul olunmuşdur. Daha doğrusu görülən işin vahidi 1 joule qəbul olunmuşdur. Deməli, müəllimlər, A bərabər Fs düsturu. Kimisə mikrofon açıqdır müəllimlər, zəhmət olmasa bağlayın. Deməli, A bərabər F vurulsun S düsturu qüvvə cismin hərəkət istiqamətində yönəldikdə doğru olur. Əgər cisim üfüqlə, məsələn, tutaq ki, müəyyən bir alfa bucağı təşkil edən qüvvənin təsiri altında üfüqi səth boyunca təsir edir. Bax, yenə tutaq ki, bizim bir üfüqi səthimiz var. Bax, burada təsvir eləmişəm sizin üçün. Həmin bu üfüqi səthdə bir dənə cismimizi yerləşdirmişik və bu cismi, deməli, belə deyək də, üfüqlə müəyyən alfa bucağı altında təsir edən bir qüvvə ilə hərəkət etdirmək istəyirik. Gördünüzmü? Bax, qüvvə, görürsünüz, müəyyən bir bucaq altında yönəlir. Biz də həmişə nə deyirdik? Əgər qüvvə müəyyən bucaq altına yönəlirsə, bizim ilk işimiz nə olurdu? Onu proyeksiyalarına ayırırdıq. İndi gəlin proyeksiyalarına ayıraq. Bax, proyeksiyalara ayırsaq, tutaq ki, bir fx proyeksiyası olacaq. Bir də olacaq nə? F-Y proyeksiyası, düzdürmü? İndi biz həmişə deyirdik ki, bu fx proyeksiyası, yəni bucaq olan tərəfdir də. Bucaq olan tərəfə biz həmişə nə deyirdik? Bucaq olan tərəf f kosinüs alfaya bərabər. Deməli, o zaman fx proyeksiyasının yerinə biz yaza bilərik də f kosinüs alfa. Bir də müəllimlər, əgər f-y proyeksiyasını biz istifadə eləməyəcəyik. Nəyə görə? Çünki buradakı f proyeksiyası, görürsünüz, həmin bu yer dəyişməyə perpendikulər yönəlir. Perpendikulər yönəlirsə, deməli, bu zaman iş görülməyəcək. Ona görə də hal-hazırda bizə buradakı f-y proyeksiyası lazım deyil. Bizə qüvvənin ancaq fx proyeksiyası lazımdır. Gəlin baxaq. Biz dedik ki, görülən iş nəyə bərabər idi? Deməli, o zaman qüvvənin x oxuzər proyeksiyası vurulsun yer dəyişmə. Qüvvənin x oxuzər proyeksiyasında yerinə dedik nə yazırıq? F kosinüs alfa. Deməli, görülən işin düsturu oldu. F kosinüs alfa vurulsun S. Sadəcə olaraq biz bunu çox vaxt Fs kosinüs alfa deyirik. Yəni, dilə daha yatqın olduğu üçün Fs kosinüs alfa kimi öyrənmişik düsturumuzu. Deməli, bax, söhbət nədən getdi? Söhbət ondan getdi. Əgər biz qüvvəni hər zaman yer dəyişmə altında, yəni nə zaman yer dəyişmə altında, bucaq altında görürüksə, o zaman proyeksiyalarını ayırmalıyıq və bizə, belə deyək də, üfüqi proyeksiyası, yəni fx proyeksiyası lazım olacaqdır mexaniki işi hesablamaq üçün.
Yəni bu f kosinus alfa vurulsun s düsturunun hardan gəldiyində, yəni ona görə bunu izah elədim ki, yəni bilək ki, bu f kosinus alfa vurulsun s bu düstur hardan gəlir? Yəni s-in işin əsas düsturu budur. Sadəcə olaraq belə deyim də, yəni fs nə zaman deyirik? Yəni indi onu da izah edəcəm. Yəni 3 şərtimiz var burada. Görülən iş nə zaman deməli 0 olur, nə zaman mənfi olur, nə zaman müsbət olur. İndi onu izah edəcəm. Deməli, görülən işin qüvvədən asıllıq qrafiki düz mütənasiblikdir. Nə zaman yer dəyişmə sabit olarsa. Görülən işin yer dəyişmədən asılılığı düz mütənasibdir. Nə zaman qüvvə sabit olarsa. Qüvvə yer dəyişmə qrafikində müəllimlər, qrafikin bax bu S belə deyək də xətti ilə əmələ gətirdiyi fiqurun sahəsi, yəni zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi bizə görülən işi verəcəkdir. Fs qrafiki də deməli fiqurun sahəsi görülən işə bərabərdir. A bərabər olacaq S fiqur. Burada bu fiqur düzbucaqlı, üçbucaq ola bilər, trapesiya ola bilər, hər nəysə. Yəni hansı fiqur görürüksə, yəni biz o fiqurun sahəsini hesablamaqla görülən işi tapmış oluruq. İndi gəlin bir nümunəmizə baxaq. Görək nümunəmiz nədir? Bunları silim, yazarıq yenidən. Aha. Bax, deyir ki, Fs qrafiki verilibdir. Görürsünüz, bax, burada 2 dənə fiqur yaranıbdır. Bax, biri buradakı fiqurdur, bax, bu fiqurdur. Yəni, zaman oxunun üzərində olan fiqur. Biri də bu fiqurumuzdur. 2 dənə fiqur var burada. Və biz qaydada nə dedik? Dedik ki, Fs qrafikində biz görülən işi tapmaq üçün fiqurların sahələrini tapıb işarəni nəzərə almaqla toplamalıyıq. Bax, bunu unutmuruq müəllimlər. Ən önəmli qeydimizdir. Deməli, Fs qrafikində qrafiklərin sahələrini işarə nəzərə almaqla tapıb toplayanda bizə görülən işi vermiş olur. İndi bizə deyir ki, bax, burada qrafikdən görülən işi hesablayın. Gəlin hesablayaq. Baxırıq ki, 2 dənə üçbucaq var. Yəni, 2 dənə fiqur sahəsi tapmalıyıq, düzdürmü? Deməli, birinci fiqurumuza buna deyək S1, aşağıdakı fiqurumuzun sahəsinə deyək S2. İndi gəlin görək, S1 fiqurumuz nəyə bərabərdir? Düzbucaqlı üçbucaqdır da, düzbucaqlı üçbucağın sahəsini tapanda katetlərinin hansını yarıya böləcəyik? Bir katetimiz 3, bir katetimiz 8. Deməli, 3 vurulsun 8 bölü 2-dən olacaq nə qədər? 12. İndi ikinci fiqurumuzun sahəsini tapıram. İkinci fiqurumuz aşağıdakı fiqurdur. Deməli, bir katetimiz 3 ilə 5-in arası, yəni 2. Digər katetimiz -6 bölünsün 2. Bu da oldu nə qədər? -6. Gördünüzmü? Bax, işarəsini saxlamışam. Yəni götürüb burada müsbət yazmamışam. Çünki yaza bilmərəm axı. Yəni katetin biri -6-ya bərabərdir. Mən də onu olduğu kimi yazıram. İndi qaydanı necə dedik? Qaydanı dedik ki, Fs qrafikində qrafik fiqurların sahələrini işarə nəzərə almaqla tapıb toplayanda bizə nəyi verir? Görülən işi verir. Deməli, o zaman görülən işi tapmaq üçün mən fiqurların sahələrini işarələr nəzərə almaqla toplamalıyım. Yəni, bu S1 sahəsi A1 işidir. S2 sahəsi isə A2 işidir, düzdürmü? Ümumi görülən işi tapmaq üçün dedim ki, mən işləri toplamalıyam da, düzdürmü? Deməli, A1 işimiz nəyə bərabərdir? 12-dir. A2 işimiz nədir? -6. Deməli, 12 üzərinə gəlsin, -6. Bu da bizə verəcək nəyi? 6 joule. Bax, belə. Burada diqqətli olaq. İndi bax, dediyim xüsusi hallar bunlardır. Nə zaman iş müsbət olur, nə zaman mənfi olur, nə zaman 0 olur. Birinci xüsusi halımız nədir? Qüvvə və yer dəyişmə vektorları arasındakı bucaq iti bucaq olarsa. Qüvvə və yer dəyişmə vektorları arasındakı bucaq iti bucaq olarsa, yəni 0-dan böyük bərabər, daha doğrusu böyük bərabər yox, böyük 90-dan kiçik olarsa. Aha, bu zaman deməli o zaman nə olacaqdır? Kosinusun qiyməti müsbət olacaq. 0 ilə 90 dərəcə arasında biz bilirik ki, nə olur? Kosinus müsbət qiymətlər alır. O zaman görülən iş müsbət olacaqdır. Üfüqü, məsələn, buna nəyi nümunə çəkə bilərik? Üfüqü səth boyunca hərəkət edən cismə tətbiq olunmuş F1 və F2 qüvvələri mail müstəvi boyunca sürüşən cismə təsir edən ağırlıq qüvvəsi müsbət iş görür. Baxın müəllimlər, bax, tutaq ki, üfüqü səthdə bizim bir dənə cismimiz var. Bax, bu cisimdir də. Bu cismi, məsələn, üfüqlə müəyyən bir alfa bucağı altında neyinirik? Qüvvə tətbiq edirik də. Deməli, o zaman, bax, alfa 1 bucağı görürsünüz, alfa 1 bucağı budur. 90-dan kiçikdir mi? İti bucaqdır da. Alfa 2 bucağı da 90-dan kiçikdir. Lap istəsəz, burada bir dənə də belə bir deməli, qüvvə göstərə bilərik. Yəni, 90-dan kiçik. Bax, bunu da bucağı görürsünüz.
90 dərəcədən kiçikdir. Lap bu da olsun F3 bucağı. F3 qüvvəsi. Deməli o zaman bax bu hər üç qüvvənin görürsüz sürət istiqamətindədir də, həm də belə deyə bilərik də. Görürsüz sürət istiqamətində yönəlir. Yəni 90 dərəcədən kiçikdir. Ona görə deyirik ki, bax bu üç qüvvənin gördüyü iş olacaq müsbət. Məsələn, eyni zamanda bunu mavi müstəvi üzərində göstərə bilərik. Mavi müstəvi üzərində tutaq ki, aşağı doğru cisimimiz sürüşür. Aşağı doğru sürüşürsə, bax V-nin istiqamətini aşağı doğru qoymuşam. Mavi müstəvi üzərində olan cismə hansı qüvvə təsir edir? Təbii ki, aşağı səthə, yəni yerə doğru yönələn ağırlıq qüvvəsi. Yerin mərkəzinə doğru yönələn ağırlıq qüvvəsi. Deməli, ağırlıq qüvvəsinə göstərdik. Baxın indi, məsələn, bu sürətin belə deyək də, oxunu biraz belə, təsir xəttini biraz uzatsaq, görürsünüz, qüvvə ilə sürət arasındakı bucaq 90 dərəcədən kiçikdir. Deməli, burada da görülən iş nə olacaqdır? Sıfırdan böyük olacaqdır. Bunu həm bucaqla deyə bilərik, həm də belə deyə bilərik ki, görürsünüz, bax, burada sürətlə ağırlıq qüvvəsinin arasındakı bucaq iti bucaqdır. Bunu dedik. Bir də dedik ki, əgər aşağı doğru gəlirsə, mavi müstəvi üzrə ümumiyyətlə qayda olaraq belə yadımıza saxlaya bilərik ki, mavi müstəvidə əgər cisim aşağı doğru gəlirsə, deməli o zaman görülən iş olacaq müsbət. Aha, indi xüsusi halda, əgər alfa bərabər 0 dərəcə olarsa, kosinus 0 da 1-ə bərabər olacaq. Bax, o zaman biz yuxarıda bir düstur yazmışdıq. A bərabərdir Fs birinci halda, baxın. Burada yazmışdım ya, A bərabər Fs. Düzdür, biz çox zaman bunu istifadə edirik, amma düsturun əsası budur. A bərabərdir Fs kosinus alfa. Deməli, nə zaman A bərabər Fs olurmuş? Deməli, alfa bərabər 0 dərəcə olanda, kosinus 0 da 1-ə bərabər olduğu üçün A bərabər Fs kosinus alfa düsturu A bərabər Fs düsturuna çevrilmiş olur. Deməli, Fs düsturu Fs kosinus alfanın xüsusi bir halıdır ki, yəni o nə zaman olur? Alfa bərabər 0 dərəcə olanda. İkinci xüsusi halımız nədir? Qüvvə ilə yerdəyişmə vektoru arasındakı bucaq kör bucaqdır. Bəs bu zaman nə baş verir? Yəni 90-dan böyük 180 dərəcədən kiçik bərabər olarsa, biz də bilirdik ki, kosinus 90-dan böyük qiymətlərində mənfi qiymət olur, mənfi qiymət alır, düzdürmü? Deməli o zaman əgər kosinus mənfi qiymət alırsa, təbii ki, görülən iş nə olacaq? Sıfırdan kiçik olacaq. Görülən iş də mənfi olacaq da bir sözlə. İndi gəlin bax bunu sxematikdə, yəni şəkil üzərindən göstərək. Yəni tutaq ki, bu bizim olsun hər hansı bir cismimiz. Bax görürsüz, cismi hansı istiqamətdə yer dəyişmələtdirmək istəyirik? Bax, sürət istiqamətində, V istiqamətində. Amma görürsünüz, bucaq qüvvələrə baxın, F1 qüvvəsində sürətlə əmələ gətirdiyi bucaq 90-dan böyükdür. F2 qüvvəsində sürətlə əmələ gətirdiyi bucaq 90-dan böyükdür. Yəni, bir sözlə kör bucaqlardır. Deməli, bu halda kör bucaqlar olduğu üçün, kosinus kör bucaqda 90-dan böyük qiymətlərdə mənfi qiymət aldığı üçün, deməli o zaman görülən iş sıfırdan kiçik olacaqdır. Məsələn, bunu mavi müstəvi üzərində də göstərə bilərik. Tutaq ki, mavi müstəvi üzərində olan bir cismi yuxarı doğru hərəkət elətdirməyə çalışırıq. Yəni, yuxarı qaldırmağa çalışırıq. Bax, mc qüvvəsini göstərsək, mc qüvvəsini göstərmişəm. Deməli, baxın indi. Sürətlə görün mc qüvvəsi arasındakı bucaq 90-dan böyükdürmü? Deməli, belə çıxır ki, mavi müstəvi üzərində olan bir cismi yuxarı qaldırmaq üçün, mavi müstəvi boyunca yuxarı qaldırmaq üçün görülən iş deməli olacaq nə? Mənfi. Ağırlıq qüvvəsinin gördüyü iş olacaq mənfi. Deməli, əgər alfa bərabər xüsusi... Necə? Bir şey soruşa bilərəm. Əlbəttə, buyurun. Bu ağırlıq qüvvəsi onda aşağı... Bir sizlərcə soruşmaq istəyirəm. Ağırlıq qüvvəsinin gördüyü iş həmişə onda mənfi olur. Xeyr, ağırlıq qüvvəsinin gördüyü iş. Baxın, bayaq müsbət oldu. Baxın, burada gördünüz, müsbət oldu. O, bilirsiniz nədən asılıdır? O, yer dəyişmənin və ya sürətin istiqamətindən asılıdır ki, biz bu cismi aşağı hərəkət elətdirmək istəyirik, yoxsa yuxarı hərəkət elətdirmək istəyirik. Ağırlıq qüvvəsi hər zaman aşağıdır. Baxın, məsələn, sizə belə bir nümunə çəkə bilərəm. Bax, məsələn, bir cismi şaqılı yuxarı atırsınız, düzdür, Aygül müəllimə, və 0 sürətlə atdınız yuxarı. Bilirik ki, kütləsi olan hər bir cismə ağırlıq qüvvəsi təsir edir və ağırlıq qüvvəsinin istiqamətdə hər zaman aşağıya doğrudur. Baxın, burada ağırlıq qüvvəsinin gördüyü iş mənfi olacaq. Bilirsiniz niyə? Bax, mc aşağı və 0 yuxarı. Bir-birinin əksinə yönələndə deməli aralarındakı bucaq 180 dərəcədir. 180 kosinus 180 də mənfi 1-dir. Bir-birinin əksinə yönələndə biz deyirik də qüvvə və sürət vektorları bir-birinin əksinə yönələn zaman görülən iş mənfi olur. Və yaxud da ki, aralarındakı bucaq 180 dərəcədən kiçik, 90 dərəcədən böyük olan zaman görülən iş mənfi olur. Bax, burada indi ağırlıq qüvvəsinin gördüyü iş mənfidir. İndi bir dənə nümunə çəkirəm. Tutaq ki, cismi V0 sürətlə aşağı atırıq.
V0 da aşağıdır. Məsələn, desəm ki, ağırlıq qüvvəsini göstərin, deyəcəksiniz ki, o da aşağı doğrudur. Baxın, V0 və indi MJ eyni istiqamətlidir. Aralarındakı bucaq 0-dır. Kosinus 0-da da nəyə bərabərdir? 1-ə bərabərdir. Yəni, müsbət qiymət alır da, düzdürmü? Deməli, bax, burada görülən iş gördünüzmü? Oldu 0-dan böyük. Amma burada görülən iş oldu 0-dan kiçik. Hər ikisində bax, ağırlıq qüvvəsinin gördüyü işdir. Deməli, ağırlıq qüvvəsinin gördüyü iş, ümumiyyətlə qüvvələrin gördüyü işin müsbət və mənfi olmağı nədən asılıdır? Sürət və qüvvə vektorları arasındakı bucağın qiymətindən asılıdır. Yəni o MJ qüvvəsi hər zaman müsbət iş görür və yaxud da ki, hər zaman mənfi iş görür deyə bir şey yoxdur. Məsələn, nəyə deyə bilərsiniz? Tutaq ki, məsələn, bu maili müstəvi üzərində, tutaq ki, dayağın reaksiya qüvvəsi desəz, və burada dayağın reaksiya qüvvəsi sıfırdır. Hər zaman sıfırdır. Çünki dayağın reaksiya qüvvəsi bilirsiniz də hər zaman səthə perpendikulyar olur. Bax, məsələn, üfüqi səthdə də burada bu dayağın reaksiya qüvvəsi görürsünüz, səthə perpendikulyardır. Bax, bu səthdir, dayağın reaksiya qüvvəsi səthə perpendikulyardır. Bəli, üfüqi səthdə də, mail müstəvidə də dayağın reaksiya qüvvəsini gördüyü iş hər zaman sıfıra bərabərdir. Məsələn, bunu ümumi qayda olaraq hər zaman deyə bilərsiniz ki, sıfıra bərabərdir. Amma ağırlıq qüvvəsini gördüyü iş hər zaman mənfidir və ya hər zaman müsbətdir deyə bir şey yoxdur. O verilən məsələyə, verilən situasiyaya əsasən deyirik onu. Siz ağlım getdi aşağı, həmişə aşağı istiqamətdə olur, ona görə dedim bəlkə. Yox, siz bax, məsələn, gördünüzmü, şaqili yuxarı atanda mənfi oldu, amma cismi şaqili aşağı atanda müsbət oldu. Bəli, bildim, çox sağ olun. Siz də sağ olun. Deməli, dedik ki, alfa bərabər 180 dərəcə olanda da kosinus 180-də mənfi 1 olduğu üçün elə görülən iş A bərabər mənfi F-ə bərabər olacaqdır. İndi qüvvə cismin əgər yer dəyişməsinə perpendikulyardırsa, yer dəyişməyə perpendikulyardırsa, deməli aralarındakı bucaq düz bucaqdır, düzdürmü? Kosinus 90-da da 0-a bərabərdir. Deməli, qüvvə və yer dəyişmə vektorları bir-birinə perpendikulyar yönələrsə və ya aralarındakı bucaq 90 dərəcə olarsa, o zaman görülən iş 0 olacaq. Bax, elə indicə, məsələn, mən ona nümunə çəkdim. Məsələn, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismə təsir edən mərkəzə qaçma qüvvəsinin gördüyü iş 0 olacaqdır. Bilirsiniz niyə? Bax, çevrədir, çevrədə göstərmişəm sizin üçün. Bax, tutaq ki, bu hər hansı bir nöqtə götürürəm. Tutaq ki, cisim çevrə üzrə saat əqrəbi istiqamətində hərəkət edir. Sürətin istiqamətini göstərsəm, bu istiqamətdə göstərəcəm. Məsələn, sizə desəm ki, qüvvənin və ya təcilin istiqamətini göstərin, deyəcəksiniz ki, mərkəzə doğru. Gördükmü? Bax, qüvvə ilə sürət arasındakı vektor hər zaman nə olacaqdır? 90 dərəcə olacaqdır. Harda? Çevrə üzrə hərəkətdə. Deməli, ona görə deyirlər ki, çevrə üzrə hərəkətdə mərkəzə qaçma qüvvəsinin gördüyü iş 0-a bərabərdir. Məsələn, ona görə deyirlər ki, yerin süni peklərinin gördüyü iş 0-a bərabər olacaq. Məsələn, testlərdə qarşınıza çıxacaqdır. Sonra, üfüqi səth boyunca, bax, üfüqi səth boyunca hərəkət edən cismə təsir edən ağırlıq qüvvəsinin gördüyü iş 0 olacaq. Bax, üfüqi bir səthimiz var, bir cismi hərəkət elətdirmək istəyirik. Hərəkət elətdirmək istəyiriksə, siz necə təsəvvür edin bunu? Məsələn, stolunuzda bir dənə kitab var. Kitabı yerindən tərpətmək istəyirsiniz, amma kitaba perpendikulyar bir qüvvə təsir edirsiniz. Kitabı yerindən tərpətmək istəyiriksə, belə deyim də, loro dildə desək, kitabı bir tərəfindən tutub dartmalıyıq da ən azından. Mən kitabın tutaq ki, üstündən durub belə basıramsa, onu necə hərəkət elətdirə bilərəm? Düzdürmü? Bax, burada ağırlıq qüvvəsinin gördüyü iş 0 olacaqdır. Yəni, çünki ağırlıq qüvvəsi nədir? Aşağıya doğru yönəlir də, yəni perpendikulyar istiqamətdə, sürətə perpendikulyar yönəlir. Baxın, hal-hazırda göstərmişəm. Bax, burada ağırlıq qüvvəsinin gördüyü iş olacaq 0-a bərabər. Sonra, məsələn, mail müstəvinin üzərində dayağın reaksiya qüvvəsi. Dayağın reaksiya qüvvəsi heç vaxt iş görmür. Çünki hər zaman səthə perpendikulyar yönəlir. İstəyirsiniz mail müstəvidə, istəyirsiniz üfüqi səthdə. Bax, məsələn, burada da göstərə bilərsiniz. Bax, burada da dayağın reaksiya qüvvəsinin gördüyü iş olacaq 0. Qeydimiz nədən ibarətdir? Qiyməti və istiqaməti sabit olan qüvvənin işi. İstənilən qapalı trayektoriya boyunca 0-a bərabərdir. Bu bizim qeydlərimizdir. Qapalı trayektoriyada, deməli, sabit qüvvənin işi 0-a bərabər olacaqdır. Çünki bir növ belə deyək də, çevrə üzrə hərəkətdir də sanki. Verilmiş iki nöqtəni birləşdirən trayektoriyanın formasından asılı deyil. Yəni, indi bunu izah edəcəm mənlər sizə. Bu ağırlıq qüvvəsinin işini izah edeyim, o dediklərim də bunun içində gedir. İzah edəcəm onun şəkli üzərindən nə demək istədiyimi. İndi gəlin mənlər ağırlıq qüvvəsinin işini xüsusi hallarla araşdıraq. Ağırlıq qüvvəsinin işi əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Bax, bu nədir? Bu ağırlıq qüvvəsi haqqında teoremdir.
Yəni A bərabər olacaqdır mənfi delta Y potensiala. Deməli, mənfi işarəsini saxlayıram. Delta nə deməkdir? Yəni dəyişmədə son qiymət çıxılsın başlanğıc qiymət. O zaman yazaramı mötərizənin içərisində YP2 çıxılsın YP1. Deməli, əgər bu mənfi işarəsini mötərizənin içərisinə vurub açsam, deməli, o zaman olacaq A bərabər olacaq Y potensial 1 çıxılsın Y potensial 2. Çünki bu mənfi işarəsi, buradakı mənfi işarəsini müsbətləşdirəcək. Əksinə, Y potensial 2-nin qarşısına isə bir mənfi gələcək. Deməli, o zaman Y potensial 1 çıxılsın Y potensial 2, o da bərabər olacaq. Məsələn, Y potensial 1 nədir? Biz potensial enerjinin düsturunu bilirik. MGH-dır. İndi Y potensial 1 olduğu üçün, məsələn, söhbət eyni bir cisimdən gedir də, sadəcə hündürlüklər fərqlidir. O zaman H-ın indeksinə 1 yazıram. Çıxılsın MGH2. Və ümumi halda da H1 çıxılsın H2 fərqinə bir H desək, deməli o zaman görülən işimiz nəyə bərabər olacaq? MGH-a bərabər olacaqdır. İndi bunu gəlin baxın, yəni bu dediyimi, gəlin bir dənə də şəkil üzərindən baxaq. Tutaq ki, belə deyək də, müəyyən bir, elə bilin ki, bir yerdən müəyyən bir hündürlükdə H1 hündürlüyündə olan bir cisimimiz var. Yuxarıdan aşağıya doğru atırıq. Gəlir tutaq ki, yerdən H2 hündürlüyündə bir dənə tutaq ki, binanın üstünə düşür. Lap hündür binanın üstündən balaca bir binanın üstünə bir dənə daş atırıq. Birinci hündürlüyümüz H1'dir. İkinci hündürlüyümüz, o balaca binanın hündürlüyü isə H2 hündürlüyüdür. Böyük hündürlüyümüz H1, kiçik hündürlüyümüz H2. Deməli, görülən iş nəyə bərabərdir? Birinci haldakı potensial enerjidən, bu yuxarıda ən birinci haldakı potensial enerjidən aşağıda ikinci haldakı potensial enerjini çıxacağıq. Deməli, H1 çıxılsın H2 fərqinə də müəyyən bir H desək, deməli o zaman görülən işimiz olacaq nə? MGH. Yəni MGH hansı oldu? Bax, bu hündürlükləri çıxandan sonra yerdə qalan hündürlük, belə deyim də, yəni. İndi bax, bunu nümunə üzərindən deyəcəm sizə. Gəlin nümunəyə baxaq. Məsələn, topulda olan suallarımızdan biridir. Deyir, kütləsi 200 qram olan cisim, hündürlüyü 7 metr olan eyvana şəkildə göstərilən trayektoriya boyunca atılıb. Bütün trayektoriya boyunca ağırlıq qüvvəsinin gördüyü işi hesablayın. Bax, cismimiz ilk öncə buradaymış, yerdəymiş də belə deyək. Bunu neyləmişik? Bax, belə bir trayektoriya boyunca bir eyvanın üstünə atmışıq da, bir binanın üstünə atmışıq. İndi bizə deyir ki, bütün trayektoriya boyunca görülən işi hesablayın, ağırlıq qüvvəsinin gördüyü işi. Bax, deyirsiniz ki, ilk öncə, tutaq ki, bu cisim daşdır da, hər nəysə bir cisimdir. Bu yerdədir də, yəni bunun hündürlüyü nədir? Baxın, yazmışam. H1 hündürlüyü 0-dır. İndi bunu qaldırdıq, eyvana atdıq axı. Eyvanın yerdən olan hündürlüyü nə qədərdir? Bax, deyəcəksiniz ki, yerdən olan hündürlüyü özləri göstəriblər bizə. Nə qədərdir? 7 metrdir. Mənə lazımdır H1 hündürlüyü, H2 hündürlüyü. Hər bir halı, yəni cismin daşın yerdə olan halında qeyd elədim, hündürlüyü 0-a bərabərdir, çünki yerdədir. H2 hündürlüyü, yəni eyvanın da yerdən olan hündürlüyünü qeyd elədim, 7 metrdir. Biz də bilirik ki, görülən işin düsturu nəyə bərabərdir? A bərabər mg, H1 çıxılsın H2. İlk hündürlükdən son hündürlüyü çıxırıq. Bildikdə nəyə görə ilk hündürlükdən son hündürlüyü çıxırıq? Əksinə, yəni görülən iş mənfi Y potensialdır da, mənfi delta Y potensialdır. Sadəcə olaraq mənfi işarəsini mötərizənin içinə vurub açanda, deməli MGH1 çıxılsın MGH2 olur. Deməli, M-in qiyməti var. 200 qramdır, kütləyə kiloqrama keçsəm olacaq 0,2. J-nin qiyməti 10. H1 hündürlüyü 0, H2 hündürlüyü 7. Deməli, 0 çıxılsın 7. 0,2-ni də 10-a vurduq 2, 2-ni də mənfi 7-yə vurduq, olacaq mənfi 14 joule. Bax, gördükmü? Bayaq mən nümunə çəkdimi? Cismi yuxarı atanda gördünüzmü? Ağırlıq qüvvəsinin gördüyü iş oldu mənfi. Bayaq mən nümunə çəkdimi? Dedim ki, tutaq ki, cismi bir V0 sürətlə atmışıq yuxarı. Ağırlıq qüvvəsi də hər zaman aşağı yönəldiyi üçün, əgər cisim yuxarı hərəkət edirsə, ağırlıq qüvvəsinin gördüyü iş hər zaman mənfi qiymət alacaq. Bax, bu da onun kimi bir şeydir. Cismi atmışıq yuxarı, müəyyən bir trayektoriya boyunca hərəkət edib eyvanın üzərinə düşübdür. Gördünüzmü? Ağırlıq qüvvəsinin gördüyü iş oldu mənfi. Məsələn, bəzən sual olunur. Şaquli yuxarı atılan bir cismin ağırlıq qüvvəsinin gördüyü iş, yəni müsbətliyi, mənfiliyi haqqında soruşulur. Deməli, əgər bir cisim şaquli yuxarı atılıbsa, ağırlıq qüvvəsi aşağı yönəldiyi üçün ağırlıq qüvvəsinin gördüyü iş olacaq mənfi. Bax, bunu həm də nümunə üzərindən də sübut elədik ki, doğrudan da bax, aldığımız cavabı mənfi aldıq. Əgər bu cisim yuxarıdan aşağıya doğru düşsəydi, o zaman bizim H1 hündürlüyümüz, bax, məsələn, şərti dəyişirəm. Tutaq ki, deyirəm ki, bax, bu cismi mən yuxarıdan aşağıya doğru atmışam. Yəni, birinci yuxarıda olub, sonra gəlib aşağıya. O zaman deyəcəydiniz ki, H1 hündürlüyü olub nə qədər? 7 metr, H2 hündürlüyü olub 0. İndi desəydim ki, görülən işi hesablayın, deyəcəydiniz 0,2 vurulsun 10.
mötərizənin içərisində H1 çıxılsın H2 deyilmi? 7 çıxılsın 0, bu olacaq da 14 joule. Gördünüzmü, indi alınan işimiz oldu müsbət. Çünki cisim yuxarıdan aşağıya doğru gəlib. Bu cismə aşağı doğru enerji ağırlıq qüvvəsi təsir edib. Bir də bu cisim aşağı doğru atıldığı üçün hər hansı bir sürətlə atılıb da təbii ki. Gördünüzmü, bax, sürətlə qüvvə eyni istiqamətli olduğu üçün görülən işimiz oldu necə? Müsbət. Yəni bu bizim ikinci halda məsələnin şərtini dəyişdik. Əslində məsələnin birinci halında görülən iş mənfi idi. Bax, indi qeydimiz, bayaq dedim ki, izah eləyəcəm şəkil üzərindən. Qeydimiz buydu ki, trayektoriyanın formasına bayaq bir qeyd dedim. Sizə ağırlıq qüvvəsinin işi dedik ki, trayektoriyanın formasından asılı deyil. Yalnız başlanğıc və son hündürlüklərdən asılıdır. İndi bunu şəkil üzərindən izah eləyəcəm sizə ki, bu nə deməkdir. Bax, tutaq ki, binanın üstündə bir dənə cismimiz var. Hər hansı bir hündür binadır. Üzərində bir dənə cismimiz var. Tutaq ki, hər uşaq gəlir bir dəfə o daşı götürüb yerə doğru atır. Hərəsi bir trayektoriya boyunca atır. Sonuç olaraq müəllimlər, görülən işlər hər üç halda da eyni olacaq. Siz nəyə görə? Bax, birinci halda bu cismin yerdən olan hündürlüyü H1 idi. İkinci halda isə, yəni məsələn bir uşaq gəldi, tutaq ki, bura atdı daşı, yenə yerdədir də bu daş. Sonuç olaraq bunun yerdən olan hündürlüyü sıfırdır. Tutaq ki, ikinci uşaq gəldi, bu formada atdı daşı. O da gəldi, tutaq ki, biraz trayektoriyanı fərqli atıbdı, amma yenə yerə atıb da daşı, düzdürmü? Yerdən olan hündürlük, görürsünüz, yenə yerdədir də. Deyəcəksiniz, yerdən olan hündürlük 0. Üçüncü uşaq da gəldi, biraz bunlardan uzağa atdı, amma yenə sonuç olaraq yerə atıb, düzdürmü bu cismi? Deməli, ona görə hər üç halda da müəyyən binanın başında olan daşı 3 fərqli trayektoriya formasında boyunca atdıq. Amma sonuç olaraq deyəcəksiniz ki, olsun da biraz fərqli yerlərə düşüb, amma hər üç halda da yerə düşübdür. Yəni son hündürlükləri sıfırdır. Deməli, ona görə burada hər üç halda görülən iş bir-birinə bərabər olacaq və sıfırdan böyük müəyyən bir qiymət alacaqdır. İndi məsələn biz hündürlüyü bilsək, cismin kütləsini bilsək, bu qiymətini hesablayacağıq görülən işin. Sadəcə olaraq mən ümumi olaraq burada sizə şəkil üzərindən göstərirəm ki, nəyə görə trayektoriyanın formasından asılı deyil. Çünki başlanğıcda bir hündürlükdədir, yerə atılanda da bir hündürlükdədir. Fərqi yoxdur bunu hansı trayektoriya boyunca atmısınız. Əsas odur ki, sonuç olaraq bu cisim yerdədir. Bax, məsələn, tutaq ki, ikinci bir şəklə baxaq. Məsələn, tutaq ki, yenə burada bir cismimiz var. İndi bunu hərəmiz bir trayektoriya boyunca atmışıq da. Birimiz indi biraz bucağı böyük götürmüşük, birimiz biraz kiçik götürmüşük. Amma yenə yerdə olan bir cismi götürüb atmışıq. Yenə gəlib yerə düşüb də. Başlanğıcı da sıfırdaydı, yerdəydi, sonu da yerdədir. Yəni burada bir iş görülmür. Görülən iş sıfıra bərabərdir. Çünki H1 də sıfırdır, H2 də sıfırdır. Aydın oldu müəllimlər? Deməli, ağırlıq qüvvəsinin işi... Bəli, müəllim. Müəllim, aydındır. Lap yaxşı. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Ağırlıq qüvvəsi yəni hündürlükdən asılıdır da. Ağırlıq qüvvəsinin gördüyü iş bəli hündürlükdən asılıdır. Sadəcə trayektoriyanın formasından asılı deyil. Başlanğıc və son hündürlüklərdən asılıdır. Yəni siz ağırlıq qüvvəsinin gördüyü işi hesablamaq üçün bir cismin hardan atılıb ona baxmalısınız. İlk başlanğıc hündürlüyü haradır ona baxmalısınız. Bir də son hündürlüyü harda dayandı ona baxmalısınız. Yəni o hündürlük fərqinə görə siz ağırlıq qüvvəsinin gördüyü işi hesablayacaqsınız. Sizə sağ olun. Aha, indi bir də var müəllimlər, konservativ qüvvələr. Görülən işi trayektoriyanın formasından asılı olmayan, yalnız hərəkətin başlanğıc və son nöqtələrinin vəziyyətindən asılı olan qüvvələr konservativ qüvvələr adlanır. Bax, bayaqdan danışdıq ha, ağırlıq qüvvəsi. Gördünüz, orada trayektoriyanın formasından asılılıq olmadı. Bax, danışdıq, sonra dediyimizi dəqiqləşdirdikdə qayda formasında verdik. Gördünüz, bax, dedik ki, ağırlıq qüvvəsinin işi formadan asılı olmadı. Ancaq asılı oldu cismin hansı hündürlükdən, başlanğıcda hansı hündürlükdə olub, sonda hansı hündürlükdə olub. Deməli, ağırlıq qüvvəsi doğrudan da necə qüvvədir? Konservativ qüvvədir. Yəni, gördüyü iş trayektoriyanın formasından asılı deyil. Yalnız asılıdır hərəkətin başlanğıc və son nöqtələrindəki vəziyyətindən. Bax, belə qüvvələr oldu, konservativ qüvvələr. Ağırlıq və elastiklik qüvvələri konservativ qüvvələrdir. Konservativ qüvvələr təsir edən sistemdə tam mexaniki enerji sabit qalır. Bu səbəbdən kinetik enerji artanda potensial enerji azalır və ya əksinə, kinetik azalanda potensial artır. Konservativ qüvvələr potensial enerjinin azalması istiqamətində yönəlir. Bu da oldu digər bir qeydimiz. Sonra konservativ qüvvənin gördüyü iş potensial enerjinin
dəyişməsinə bərabərdir əks işarə ilə. Yəni YP1 çıxılsın YP2-yə. İndi bir də var müəllimlər, qeyri-konservativ qüvvələr. Bəs bunlar nədir? Gördüyü iş trayektoriyanın formasından asılı olan qüvvələr. Deməli, gördüyü iş trayektoriyanın formasından asılı olmayanlar oldu konservativ qüvvələr. Gördüyü iş trayektoriyanın formasından asılı olan qüvvələr oldu qeyri-konservativ qüvvələr. Qeyri-konservativ qüvvələrin qapalı göldə gördüyü iş sıfırdan fərqlidir. Bax, konservativ qüvvələrdə dedik ki, qapalı göldə gördüyü iş sıfıra bərabərdir. Amma qeyri-konservativ qüvvələr deyirik ki, qapalı yolda gördüyü iş sıfırdan fərqlidir. Sonra, qeyri-konservativ qüvvələr təsir edən sistemdə tam mexaniki enerji müəllimlər, bax, sabit qalmır, daxili enerjiyə çevrilir. Yəni, qeyri-konservativ qüvvələr təsir edən sistemdə, məsələn, siz deyə bilməyəcəksiniz ki, kinetik enerji 20 joule artıbsa, potensial enerji 20 joule azalmalıdır. Belə bir qayda yoxdur orada. Çünki orada tam mexaniki enerji sabit qalmır, daxili enerjiyə çevrilir. Cismin hərəkət sürətinin qiymət və istiqamətindən asılıdır qeyri-konservativ qüvvələr. Sonra, sürtünmə və müqavimət qüvvələri müəllimlər qeyri-konservativ qüvvələrdir. Bax, deməli, ağırlıq və elastiklik qüvvəsi oldu konservativ qüvvə. Sürtünmə və müqavimət qüvvələri isə oldu qeyri-konservativ qüvvələr. Sürtünmə və müqavimət qüvvələrinin gördüyü iş hər zaman mənfi olur. Çünki hər zaman hərəkətin əksinə yönəlirlər. Bax, sürtünmə qüvvəsi üfüqi səthdə dedik ki, hərəkət hansı istiqamətədirsə, nisbi hərəkətin əksinə yönəlir. Müqavimət qüvvələrdə, məsələn, suda müqavimət qüvvəsi olur, havada müqavimət qüvvəsi olur. Məsələn, cismi aşağı atmışıqsa, müqavimət qüvvəsi əksinə yuxarı doğru yönəlir və yaxud da cismi yuxarı atmışıqsa, müqavimət qüvvəsi əksinə aşağı yönəlir. Qeyri-konservativ qüvvələrin gördüyü iş tam enerjinin dəyişməsinə bərabərdir. Yəni, Y tam 2 çıxılsın Y tam 1. Məsələn, qeyri-konservativ qüvvələrin gördüyü işi tam enerjinin dəyişməsindən də hesablaya bilərik. Nümunələr üzərindən deyəcəm onları. Sonra, gəlin elastiklik qüvvəsinin işinə baxaq. Dedik ki, elastiklik qüvvəsi necə qüvvədir? Konservativ qüvvədir. Yəni, gördüyü iş trayektoriyanın formasından asılı deyil. Yalnızca cismin başlanğıc və son vəziyyətlərindən asılıdır. Elastiklik qüvvəsi də bax, konservativ qüvvə olduğu üçün onun da işi əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Baxın mənlər, deməli, konservativ qüvvələrin gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Amma qeyri-konservativ qüvvənin gördüyü iş sadəcə tam enerjinin dəyişməsinə bərabərdir. Bunu unutmayaq. Deməli, A bərabər olacaq mənfi delta Y potensiala, yenə YP1 çıxılsın YP2. Elə bil ki, bu da yayın potensial enerjisidir. K bölünsün 2-ni ortaq vuruq çıxardanda x1-in kvadratı çıxılsın x2-nin kvadratı. Əgər x1 böyük x2 olarsa, deməli nə olub? Deformasiya azalıbdır. Bu zaman elastiklik qüvvəsinin gördüyü iş sıfırdan böyük olacaq. Əgər x2 böyük x1 olarsa, deməli deformasiya artıbdır. Bu zaman elastiklik qüvvəsinin gördüyü iş sıfırdan kiçik olacaqdır. Əgər x1 bərabər x2 olarsa, deməli deformasiya olunmuyubdur. O zaman elastiklik qüvvəsinin gördüyü iş sıfıra bərabər olacaqdır. İndi qeydimiz nədən ibarətdir? Başlanğıcda x1 qədər deformasiya olunmuş yayı əlavə olaraq x qədər də deformasiya etdirmək üçün xarici qüvvənin işi. A xarici bərabər olacaq, K bölünsün 2, x2-nin kvadratı çıxılsın x1-in kvadratı. Bax, gördünüzmü? Xarici qüvvənin işi əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabər deyil. Sadəcə potensial enerjinin dəyişməsinə bərabərdir. Bax, bunları unutmayaq. Deməli, çünki əvvəlcə başlanğıcda yayı x1 qədər artırmışdıq. Sonra bir də yəni təzədən x qədər artırdığımız üçün, deməli o zaman x2 nə oldu? x1 üzərinə gəlsin x qədər. Deməli, x2-nin yerinə biz burada nə yazdıq? x1 üzərinə gəlsin x. Elə bil ki, bu x2 oldu. Deməli, o zaman k elə bil ki, x2-nin kvadratı bölünsün 2, çıxılsın kx1 kvadratı bölünsün 2. Belə bir topluda məsələ var. Bunu ona görə yazmışdım. Sırf bu düsturla həll olunmalı. Deməli, burada x2 bərabər x1 üzərinə gəlsin x olacaq. Çünki x1 qədər uzanmış şey x qədər də deformasiya etdirdikdə ikinci halda deformasiya x2 bərabər x1 üzərinə gəlsin x qədər olur. İndi müəllimlər, kinetik enerjinin dəyişməsi haqqında teoremə baxacağıq. Cismə təsir edən bütün qüvvələrin əvəzləyicisinin gördüyü iş cismin kinetik enerjisinin dəyişməsinə bərabərdir.
Deməli, A əvəzləyici bərabər olacaq. Əvəzləyici qüvvənin gördüyü iş bərabər olacaq nəyə? Delta YK-ya. Yəni YK2 çıxılsın YK1. M böl 2-ni ortaq vuruq çıxartsaq, mötərizənin içərisində qalacaq. V2-nin kvadratı çıxılsın V1-in kvadratı. Bu necə, yəni hardan alındığını gəlin isbat eləyək. Biz bilirik ki, müəllimlər, bərabər təcilli hərəkətdə S bərabərdir. V kvadratı çıxılsın, V0-ın kvadratı bölünsün 2A. Buradan da A-nı tapsaq, A bərabər olacaq nəyə? V kvadratı çıxılsın, V0-ın kvadratı bölünsün 2S-ə. Biz də bilirik ki, əvəzləyici qüvvə nəyə bərabərdir? F əvəzləyici bərabər MA-ya, düzdürmü? M-i yazdım, bax, A-nın yerinə gətirdim, bax, bunu yazdım. Yəni, V kvadratı çıxılsın, V0-ın kvadratı bölünsün 2S. Deməli, o zaman F əvəzləyici vurulsun S bərabər olacaqdır nəyə? M, V kvadratı çıxılsın, V0-ın kvadratı bölünsün 2. Elə bil ki, bax, bu F əvəzləyicini gətirdim, vurdum S-ə, 2-ni saxladım burada. Deməli, onda F əvəzləyici vurulsun S-də biz bilirik də nəyə bərabərdir? Görülən işə bərabərdir. M V kvadrat çıxılsın, V0-ın kvadratı bölünsün 2 ifadəsi də bizə nəyi verir? Delta YK-nı. Gördünüzmü? Bax, görülən iş deməli nəyə bərabərdir? Kinetik enerjinin dəyişməsinə. Baxın mənimlə, bu teorem iş məsələlərinin 90%-də bizim işimizi asanlaşdıracaq. Ona görə bu teoremi demək olar ki, əzbər bilməliyik də. Yəni hər zaman yadımıza düşməlidir ki, A əvəzləyici, yəni əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. M bölünsün 2, mötərizədə V2-nin kvadratı çıxılsın V1-in kvadratı. Bax, bunu unutmayaq. İndi gəlin baxaq. Bax, bir nümunəmiz var. Məsələn, topluda var bu suallardan. 3 kiloqram kütləli cisim üzərində 30 saniyə ərzində əvəzləyici qüvvənin işini hesablayın. Və ən asan yolu bizə verilib nə? M bərabər 3 kiloqram. Sürət zaman qrafikinə baxıram ki, başlanğıc sürətimiz nə qədərdir? Başlanğıc sürətimiz 10 metr böl saniyədir. Son sürətimiz nədir? 20 metr böl saniyədir. Biz də bilirdik də, əvəzləyici qüvvənin işi nəyə bərabərdir? A əvəzləyici bərabərdir. M bölünsün 2, V2-nin kvadratı çıxılsın V1-in kvadratı. Kütlənin yerinə yazdım 3. Deməli, 3 bölünsün 2, V2-nin qiyməti nə idi? 20. 20-nin kvadratı çıxılsın. V1-in qiyməti nə qədərdir? 10. 10-un kvadratı. Deməli, bunları da hesablasaq, əvəzləyici qüvvənin gördüyü iş üçün 450 joule qiymətini almış oluruq. Sonra var dartı qüvvəsinin işi. Gəlin görək indi dartı qüvvəsinin işi nədir bəs? Dartı qüvvəsi hər zaman hərəkət istiqamətində olduğundan müsbət iş görür. Bax, görürsünüzmü? Burada ürək rahatlığından deyə bilirik ki, hər zaman müsbət iş görür. Çünki hərəkət istiqamətində olur da. Yəni, dartı qüvvəsini biz ancaq dartmaq deyirik də. Dartırıqsa, deməli, hərəkət istiqamətinə dartırıq. Deməli, ona görə dartı qüvvəsi hər zaman gördüyü iş nə olur? Müsbət olur. Bax, məsələn, təsvir üzərindən də göstərmişəm. Tutaq ki, bir cismimiz var. Müəyyən bir dartı qüvvəsinə təsir edib, müəyyən bir yer dəyişmə etdirmək istəyirik. O zaman dartı qüvvəsinin gördüyü iş nə olacaq? F dartı vurulsun S yer dəyişməsi. Və dedik ki, dartı qüvvəsinin gördüyü iş sıfırdan böyükdür. İndi tutaq ki, burada xüsusi hallar var. Tutaq ki, cisim bərabər sürətlə hərəkət edir. Düsturumuz bu deyilmi? A dartı bərabərdir, F dartı vurulsun S. F dartını saxlayıram. Əgər cisim bərabər sürətlə hərəkət edirsə, S-in yerinə nə yazacağım? V vurulsun T. Deməli, o zaman dartı qüvvəsinin gördüyü işin zamandan asılı olacaq nə? Düz mütənasib asıllıq. İndi desəm ki, cisim yeyinləşən hərəkət edir. İndi S-in yerinə V0T üzərinə gəlsin AT kvadratı bölünsün 2 yazacağım. Yəni, dartı qüvvəsinin gördüyü iş zamandan kvadratik asılı olacaqdır. Tutaq ki, cisim yavaşlayan hərəkət edir. O zaman da S-in yerinə V0T çıxılsın AT kvadratı bölü 2 yazacağım. Deməli, o zaman artıq asıllığımız, belə deyək də, yeyinləşən hərəkətin qrafiki kimi yox, yavaşlayan hərəkətin. Yəni, zaman keçdikcə görülən işimiz, zaman artdıqca görülən iş nə olacaqdır? Yəni, azalacaqdır da bir sözlə. Aha. İndi müəllimlər, sürtünmə və müqavimət qüvvəsinin işi. Sürtünmə və müqavimət qüvvələri nisbi hərəkətin əksinə yönəldiyindən əsasən mənfi iş görür. Deməli, sürtünmə və müqavimət qüvvəsinin işi hərəkətin əksinə yönəldiyi üçün çox hallarda mənfi iş görür. Və məsələn, tutaq ki, bir cisimimizi V sürəti ilə dartırıq. Sürtünmə qüvvəsi hər zaman hərəkətin əksinə yönəlir. Ona görə sürtünmə qüvvəsinin gördüyü iş və yaxud da ki, müqavimət qüvvəsinin gördüyü iş bərabər olacaq mənfi F sürtünmə vurulsun S.
İndi bax, tutaq ki, üfüqi səthdə hərəkətdir. Üfüqi səthdə hərəkətdirsə, F sürtünmə müəmJ'yə bərabərdir. Deməli, o zaman üfüqi səthdə hərəkətdə sürtünmə qüvvəsinin gördüyü iş olacaq mənfi müəmJ vurulsun S. Mail müstəvidə hərəkətdə F sürtünmə qüvvəsi nəyə bərabər idi? MüəmJ kosinüs alfa deyildimi? Deməli, o zaman mail müstəvidə sürtünmə qüvvəsinin gördüyü iş olacaq mənfi müəmJ kosinüs alfa vurulsun S. Cisim bərabər sürətlə hərəkət eləyirsə, sürtünmə qüvvəsinin gördüyü iş mənfi F sürtünmə vurulsun VT olacaq. Yəni, sürtünmə qüvvəsinin gördüyü iş zamandan asılı koordinat başlanğıcından keçən düz xətt olacaq. Sadəcə mənfi qiymət aldığı üçün zaman oxundan aşağıda olacaqdır. Əgər cisim yeyinləşən hərəkət eləyirsə, yenə bax, eyni hallarda, eyni şeylərdir müəllimlər. Sadəcə olaraq burada mənfi işarəsi olduğu üçün qrafik zaman oxundan aşağıda olacaqdır. Bax, üçüncü halda da yavaşlayan hərəkət eləyəndə də yenə mənfi qiymət olduğu üçün, mənfi F sürtünmə olduğu üçün o zaman qrafikimiz zaman oxundan aşağıda bir qrafik olacaqdır. Ümumi halda sürtünmə və müqavimət qüvvələri qeyri-konservativ qüvvələr olduğundan iş cismin tam mexaniki enerjisinin dəyişməsinə bərabərdir. Yuxarıda da qeyd eləmişdik. Sürtünmə qüvvəsinin gördüyü iş və yaxud da ki, müqavimət qüvvəsinin gördüyü iş bərabər olacaq tam enerjinin dəyişməsinə. Yəni, Y tam 2 çıxılsın Y tam 1. Nəhayətdə nümunə deyəcəm sizə. İndi bir də xarici qüvvənin gördüyü işə baxaq müəllimlər. Xarici qüvvənin işi bir cismi hərəkətə gətirmək üçün tətbiq olunan qüvvənin işidir. Cisim hansı sahədə hərəkət edirsə, həmin sahənin gördüyü işlə əks işarəli olur. Deməli, xarici qüvvənin gördüyü iş potensial enerjinin dəyişməsinə bərabərdir. Bax, gördünüzmü? Demədik ki, mənfi potensial enerjinin dəyişməsi. Sadəcə deyirik ki, potensial enerjinin dəyişməsinə bərabərdir. Yəni, YP2-dən YP1-i çıxacaq. İndi buna nümunə deyəcəm, sizə aydın olacaq. Məsələn, tutaq ki, üfüqi səthdə belə bir dənə cismimiz var. Deyir ki, bu cismi qaldırıb bu formada qoymaq üçün xarici qüvvənin gördüyü işi hesablayın. Bax, birinci halda bu cismin sadəcə uzunluğu var da, yəni buradan hündürlüyünü verməyiblər. Ona görə də, yəni hündürlüyü o qədər azdır ki, yəni o nəzərə alınmır. Ona görə birinci halda potensial enerji nə olacaq? Hündürlük cisim yerdə olduğu üçün hündürlüyünü 0 qəbul edirik. Birinci halda görülən işimiz olacaq nə? Daha doğrusu potensial enerjimiz olacaq 0. İndi gəlin bu cismi belə deyək də, qaldıracağıq. Bir tərəf üstünə qaldıracağıq. Görək o zaman görülən iş nə olacaqdır? Daha doğrusu potensial enerjinin dəyişməsi. İndi bax, bu cismin uzunluğu L qədər deyilmi? Biz də potensial enerjini hesablayanda deyirdik ki, H nəyə bərabərdir? Ağırlıq mərkəzinə də tən ortadan hündürlüyü hesablayırdıq. Ümumi uzunluğumuz L-dirsə, deməli yarısı olacaq. Nə? L bölünsün 2. Yəni, H hündürlüyü L bölü 2 qədər olacaq. Deməli, ikinci halda bu cismi qaldırıb belə qoymaq üçün potensial enerji olacaq mj L bölünsün 2 qədər. Xarici qüvvənin işi də deyirdik ki, nəyə bərabərdir? İkinci halda potensial enerjidən birinci haldakı potensial enerjini çıxacaq. Yəni, mj L bölü 2-dən 0 çıxacaq. Olacaq nə? Mj L bölünsün 2. Məsələn, ikinci nümunəmiz var. Məsələn, deyir ki, kubu bir til ətrafında çevirmək üçün lazım olan minimal işi hesablayın. Belə bir kubumuz var, tutaq ki, birinci halda qeyd eləmişəm. Bu kubu deyir, bir tilin ətrafında çevirmək üçün lazım olan iş. Birinci halda potensial enerji nə olacaqdır? Mj, məsələn, bu kubdur da, kubun tutaq ki, bir tərəfi bir tili A-dırsa, bunun bizə lazımdır hansı hündürlüyü? Ortadan bu hündürlük lazımdır. Bir tərəfi A-dırsa, deməli, bu olacaq nə qədər? A bölünsün 2 qədər. Ona görə hündürlüyün yerinə yazırıq nə? Mj, H-ın da yerinə yazıram A bölü 2. Deməli, bu birinci halda bunun potensial enerjisi Mj A bölünsün 2 qədərdir. İndi bu tili, kubu qaldırdım bir tilinin üstünə. İndi bunun potensial enerjisini hesablamalıyam. Yəni, MJ-si qalır. Mənə əsas lazımdır hündürlüyünü hesablamaq. Deməli, mənlər, baxın, bu hündürlüyü tapmalıyam mən ki, ondan sonra da onun yarısını tapam ki, neyək? Yəni, ikinci halda potensial enerjini hesablayaq. Deməli, bunu da hesablamaq üçün birinci halda buradan hesablayanda daha yaxşı görəcəyik. Ona görə birinci bunun üstə göstərəcəm bunu sizə. Bax, bu nəyə bərabər? Yəni, burada tapsam eyni şeydir də, eyni kubdan söhbət gedir. Bax, bu tərəfa. Elə bil ki, bunun bir yüzü kvadratdır da. Kvadratın diaqonalı olacaq nə qədər? A kökdə 2 olmurmu? İndi bu A kökdə 2-dir. Bax, burada da A kökdə 2-dir. Sadəcə olaraq burada daha yaxşı görürük də, ona görə birinci şəklin üzərində qeyd elədim. Mənə də bu A kökdə 2-nin yarısı lazımdır. Hündürlüyüm A kökdə 2-nin yarısı qədər olacaqdır.
Vəsiyo. Deməli, ikinci halda görülən işimiz olacaq nə? MA kökdə 2 bölünsün 2. İndi xarici qüvvənin işi də ikinci halda potensial enerjidən birinci haldakı potensial enerjini çıxmalıyam. İkinci haldakı potensial enerji, müəllimlər, kiminsə mikrofonu açıqdır, xahiş edirəm bağlayın. MJ kökdə 2 bölünsün 2A-dan MJ A bölü 2-ni çıxıram. İndi burada belə eləyirəm də, MJ A bölünsün 2-ni çıxıram mötərizə xaricinə. Mötərizənin içində qalır. Kökdə 2 çıxılsın 1. Bax, bu da oldu, gördünüzmü? Kubu bir tir ətrafında çevirmək üçün lazım olan minimal iş, yəni xarici qüvvənin işi. Sonra məsələn, məsələ 3-ümüz var. Deyir, cismi mayedə qaldıran xarici qüvvənin işi. İndi biz əslində Arximedi falan keçməmişik, amma yenə də birdən rastımıza çıxar deyə qeyd eləmişəm burada. Məsələn, tutaq ki, cisim mayedir bura, maye içində olan bir cismimiz var. Bu cismi tutaq ki, elə bil ki, belə deyim də, daha rahat olsun deyə. Tutaq ki, vedrənin içinə bir dənə daş atmışıq. Bu daşı əlimdən qaldırıb çıxardıram. Zaten bu vedrənin içində olan daşa bir ağırlıq qüvvəsi təsir edir. Bir də suyun yuxarı qaldırıcı qüvvəsi var da, Arximed qüvvəsi təsir edir. Bir də mən axı əlimlə bunu qaldırıram. Mənim əlimlə qaldırdığım qüvvə elə bil sanki xarici qüvvədir, belə düşünün. Bir də mənim oradakı əlim orada olur xarici qüvvə rolunu oynayır. Deməli, burada bu suyun içində olan bu cismə, daşa 3 qüvvə təsir edir. Aşağı MJ, yuxarı Arximed, bir də yuxarı əlimlə dartıram axı, cismi dartıb çıxartmaq istəyirəm sudan. Bir də xarici qüvvə, 3 qüvvə təsir edir. Deməli o zaman və bu cisim deyir ki, şərt verib ki, mənə bərabər sürətlə qaldırmaq lazımdır. Bax, deyir ki, V bərabər konstant. Deməli o zaman əvəzləyici qüvvəmiz sıfıra bərabər olmalıdır da. Yəni yuxarı dartan qüvvələr aşağı dartan qüvvələrə bərabər olmalıdır. Yuxarı dartan qüvvələr bax şəkildə göstərmişəm. Hansı idi? Arximeddir, bir də xarici qüvvədir. Mənim əlimdə elə bil ki. Xarici qüvvənin Arximed qüvvəsi aşağı dartan MJ-yə bərabər olmalıdır. Məsələn, buradan da xarici qüvvəni tapanda deyirik MJ çıxılsın F Arximed. Bu formada yaza bilərik. İndi bu düsturu da əslində açaq. İndi Arximed qüvvəsini keçəndə inşallah daha aydın olacaq bu sizə. Amma yenə də izah eləyəcəm. Bax, Arximed qüvvəsinin işi, ümumiyyətlə xarici qüvvənin işi də, xarici qüvvə vurulsun hündürlükdür də. Xarici qüvvənin ifadəsini mən almışam. MJ çıxılsın F Arximedə bərabərdir. Bu ifadəni gətirib burada yazıram. MJ çıxılsın F Arximed vurulsun H. Mənimlə MJ çıxılsın F Arximedin də yerinə yazıram. Bilirsiniz də, Arximed qüvvəsinin düsturu nədir? F Arximed bərabərdir J, Roma Y və batan. Sadəcə olaraq burada V batanı da açıram. Belə yazıram. J, Roma Y və batanın yerinə də yazıram. M bölünsün Rho cisim. Bax, gördünüz, gətirdim bunu, burada yazdım. Roma Y, J, M bölünsün Rho cisim vurulsun H. Buradan da çünki nəyə görə bunu belə yazdım? MJ-ni ortaq vuruq çıxartmaq istəyirəm. MJH mötərizənin içində qaldı nə? 1 çıxılsın Roma Y bölünsün Rho cisim. Yəni, yenə deyirəm, bunu Arximed qüvvəsini keçəndə daha detallı izah eləyəcəm. Daha yaxşı başa düşəcəksiniz. Sadəcə burada da izah eləmək istədim. İndi xüsusi qeydlərimiz nədən ibarətdir müəllimlər? İşin müsbət və ya mənfi olması hərəkətin x oxu və ya x oxun əksinə olmağından asılı deyil, hərəkətin növündən asılıdır. Məsələn, bərabər yavaşlayan hərəkətdə, məsələn, əvəzləyici qüvvənin gördüyü iş mənfi olur. Məsələn, tutaq ki, sükunət halında, əgər cisim sükunətdədirsə, görülən iş sıfırdır. Yeyinləşən hərəkətdə əvəzləyici qüvvənin gördüyü iş müsbətdir. Bax, tutaq ki, indi PT qrafiki vermişəm də, bu impuls zaman qrafikidir. Fərqi yoxdur, sürət zaman qrafiki də ola bilər. Bilirsiniz ki, onsuz da P-dir, V-dir. Bunlar, belə deyim də, bir-birindən asılı olan cəmiyyətlərdir, düz mütənasib. Bax, birinci halda bu yavaşlayan hərəkəti, düzdür. Yavaşlayan üzdə x oxu istiqamətində yavaşlayandır. Amma yəni bizə lazım deyil. Bizə x oxu istiqamətində və ya x oxun əksinə olmağı lazım deyil. Bizə sadəcə burada hərəkətin növü lazımdır. Siz birinci qrafikə baxırsınız, deyirsiniz ki, hərəkət yavaşlayandır. Vəsiyo, deməli görülən iş sıfırdan kiçik olacaq. İkinciyə baxırsınız, deyirsiniz sürət sıfırdır, yəni bu cisim sükunətdədir. Görülən iş sıfırdır. Üçüncüyə baxırsınız, deyirsiniz ki, hərəkət yeyinləşəndir. Deməli görülən iş müsbətdir. Da yəni bizə burada ehtiyac yoxdur deyək ki, bu üçüncü halda görülən iş, məsələn, yəni hərəkət x oxun əksinə yeyinləşəndir. Yəni o x oxun əksi və ya x ox istiqaməti bizə lazım deyil. Hərəkətin, daha doğrusu, işin müsbət və mənfi olması üçün siz hərəkətin yavaşlayan və yeyinləşən olduğunu bildiniz, fizio qutardı. Yavaşlayandırsa görülən iş mənfi, yeyinləşəndirsə müsbət və yaxud da ki, cisim hərəkət eləmirsə, sükunətdədirsə, görülən iş sıfır. Bu qədər sadə. İndi qrafiklərə baxaq. Baxın, dediyimi
bir də sübut eləyəcəm. Bax, məsələn, bərabər yeyinləşən hərəkət. Bax, birinci qrafikdə x-ox istiqamətində bərabər yeyinləşən çəkmişəm. Bax, yuxarıdakı qrafikə baxın. Bir də x-oxun əksinə bərabər yeyinləşən çəkmişəm. Bax, hər iki halda görülən iş müsbətdir, sıfırdan böyükdür. Çünki hərəkət yeyinləşəndir. Yəni, fikirləşməyin ki, hərəkət zaman oxundan aşağıdadırsa, x-oxun əksinədirsə, bu görülən işin müsbət mənfiliyinə təsir eləyəcək. Xeyr, təsir eləmir. Sizə əsas lazımdır, yenə deyirəm mənlər, bax, bunu unutmuruq. Görülən işin müsbət və mənfi olmasını sizə araşdırmaq üçün sizə ancaq hərəkətin növünü bilmək lazımdır. Ki, yeyinləşəndirmi, yavaşlayandırmı? Day x-ox istiqamətində x-oxun əksinə bu sizə lazım deyil. Deməli, bərabər yavaşlayandır. Bax, hər iki halda bərabər yavaşlayan hərəkət çəkmişəm. Zaman oxundan yuxarıda da bərabər yavaşlayan hərəkət çəkmişəm, zaman oxundan aşağıda da. Bizə lazım deyil, zaman oxundan yuxarıdadırmı, aşağıdadırmı? Bizə əsas lazımdır ki, burada hər iki halda hərəkət yavaşlayandır. Deməli, hər iki halda görülən iş mənfidir. Всё. Bərabər sürətli hərəkətdə və yaxud da ki, hərəkət cisim sükunətdədirsə, görülən iş sıfıra bərabər olacaqdır. Çünki bərabər sürətli hərəkətdə qüvvə sıfırdır da. Qüvvə sıfırdırsa, deməli, görülən iş də sıfırdır. Bax, mexaniki iş haqqında mənim deyəcəklərim, izah eləyəcəklərim bu qədər. Sizin əgər nəsə sualınız varsa, gücə keçməmiş deyin, iş haqqında izah eləyim. Yoxdur ki, yoxsa keçirəm gücə. Deməli, güc nədir? Güc vahid zamanda görülən işdir və skalar kəmiyyətdir. N bərabərdir, A bölünsün T düsturu ilə hesablanır. A-nın da yerinə Fs yazsaq, müəllimlər, Fs bölünsün T olacaq və biz də bilirik ki, burada bu sizə tanış gəlirmi? S bölünsün T kəmiyyəti bizə nəyi verir? V-ni vermirmi? Deməli, o zaman gücün A bölünsün T-dən başqa bir də F vurulsun V düsturu var. Deməli, güc nəyə bərabər olacaq müəllimlər? Vahid olaraq 1 joule bölünsün saniyə və yaxud da ki, joule bölünsün saniyəni biz 1 watt qəbul eləmişik. Deməli, güc vahid olaraq 1 joule bölünsün saniyə və yaxud da ki, ümumi halda 1 watt deyə bilərik vahid olaraq. Gücü dinamometr və spidometrlə ölçə bilərik. Güc zaman qrafikində grafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi bizə görülən işi verir. Görülən işi verən bir hansı qrafik var idi? Fs qrafiki var idi. Fs qrafikində də fiqurun sahəsi bizə görülən iş verir. Güc zaman qrafikində də fiqurun sahəsi bizə görülən işi verir. İndi gəlin mənlər, bax, bayaq dedikdə biz dedik ki, n bərabər, yuxarıda bir düstur sübut elədik ki, n bərabər həm də f vurulsun v düsturu var. İndi buradan f-i tapsaz, f bərabər olacaq nəyə? N bölünsün v-yə, düzdürmü? Deməli, məsələn, v-nin yerinə nə yaza bilərsiniz? V-ni açıram. V-nin yerinə p bölünsün m yazıram. Yəni, impulsa keçirirəm də. Impulsa keçəndə p bölünsün m olanda m qalxır mı yuxarı? Yuxarıda olur n vurulsun m bölünsün p. O da bərabər olacaqdır. İndi n vurulsun m-i saxlayıram. P-nin yerinə, məsələn, kinetik enerjinin düsturu var. Y kinetik bərabərdir. P kvadratı bölünsün 2m, düzdürmü? Buradan siz P-ni tapsaz, P bərabər olacaqmı? Kökün altında 2yk vurulsun m. Bax, indi mən P-nin yerinə gətirdim, yazdım. Kökün altında 2m vurulsun yk. Bu düsturları belə atılışınla verməkdə məqsədim nədir? F-in, bax, bu kəmiyyətlərdən asıllığını göstərmək. Deməli, qüvvə, sürət və impulsla tərs mütənasib, kinetik enerji ilə isə, kinetik enerji ilə də, yəni kök altında olmağına baxmayaraq, kinetik enerji ilə də tərs mütənasib. Deməli, üç kəmiyyətin üçündən də tərs mütənasib asılıdır. Sürət, impuls və kinetik enerji. Hər üçü ilə də tərs mütənasib asılıdır. Bax, bunu məsələn, bu n bərabər f düsturu, bax, bu nəyi sübut edir? Məsələn, yoxuş boyunca qalxan zaman avtomobilin dartı qüvvəsini artırmaq üçün sürücü mühərriki kiçik sürət rejiminə keçirilir. Avtomobil düz yolda hərəkət zamanı isə böyük dartı qüvvəsinə ehtiyac olmadığından elə sürücü böyük sürət rejimində də nə edir? Avtomobili idarə eləyir. Aha. Bir də bir at gücü anlayışımız var mənlər bizim. Bir at gücü 735,5 vata bərabərdir. Bir at gücü olaraq 75 kiloqram kütləli cismi 1 saniyədə sabit sürətlə 1 metr apara bilən atın gücü qəbul edilmişdir. N bərabər A bölünsün T'dir. A-nın yerinə FH və yaxud da ki Fs yaza bilərəm, düzdürmü?
F-i də açsam mg yazaram. mgh bölünsün t. Kütlə 75. J-nin qiyməti 9.8. H-ı da şərt vermişəm ki 1 metr olsun da. Bax şərtdə deyirəm 1 metr. Zaman da 1 saniyə. Bax bunları hesablayanda güc üçün 735,5 watt qiymətini almış oluruq. İndi gəlin güc üçün də xüsusi hallara baxaq. Əgər cisim üfüqi səthdə bərabər sürətlə hərəkət eləyirsə, o zaman dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olduğundan güc üçün güc bərabərdir F dartı vurulsun V və yaxud da ki F sürtünmə vurulsun V, o da bərabər olacaqdır μ mg vurulsun V düsturunu almış oluruq. İkinci halda cismi H yüksəkliyinə qaldıran mexanizmin gücü N bərabər A bölünsün T, A-nın yerinə H hündürlüyü olduğu üçün mgh bölünsün T ifadəsində yaza bilirik. Sonra keçirəm faydalı şəmsalına. Faydalı şəmsalı nədir? Faydalı işin tam işə nisbətinin faizlə ifadəsidir. Eta bərabərdir A faydalı bölünsün A tam vurulsun 100%. İndi gəlin görək müəllimlər, tam iş nədir? Faydalı iş nədir? Tam iş, işi icra edən mexanizmin gördüyü işdir. Faydalı iş isə görülən tam işin sürtünməyə sərf olunan hissəsini atdıqdan sonra yerdə qalan işdir. Yəni əlimizdə qalan faydalı işdir, bizə lazım olan işdir. Əgər sürtünmə olmasaydı, tam işin hamısı faydalı işə sərf olunardı və faydalı iş əmsalı 100% olardı. İndi gəlin bir-bir baxaq. Məsələn, mail müstəvinin faydalı iş əmsalı. Mail müstəvinin faydalı iş əmsalı eta bərabər olacaq. mgh bölünsün fl vurulsun 100%. Yəni mail müstəvidə faydalı iş mgh-dır, tam iş isə f vurulsun l-dir. Mən bunları da açandan sonra, yəni bunun açılışını vermək istəmədim, ehtiyac yoxdur. 1 bölünsün 1 plus mü kotanges alfa vurulsun 100% düsturu var. Yəni biz bundan çox istifadə edirik. Məsələn, bəzən olur ki, faydalı, üzr istəyirəm, mail müstəvidə sadəcə bucaq verilir və sürtünmə əmsalı verilir. Bizə deyir faydalı iş əmsalını hesablayın. Bu zaman bu düstur bizim çox işimizə yarayır da, yəni bu düstur. 1 bölünsün 1 plus mü kotanges alfa vurulsun 100%. İndi İkinci halda gəlin tərpənməz blokun faydalı iş əmsalına baxaq. Tərpənməz blokun faydalı iş əmsalı mg bölünsün f vurulsun 100%. Tərpənən blokun faydalı iş əmsalı mg bölünsün 2f vurulsun 100% olacaq. Bir dənə əlavə qeydimiz var. Əslində bunu mən sizə əvvəlki dərslərimizdə izah eləmişəm, amma yenə də deyəcəm. Müəyyən H hündürlüyünün cismin kinetik və potensial enerjisi arasında əlaqə düsturu. Bunu mən sizə demişəm əslində, çıxarılışını da vermişəm, amma yenə də burada PDF-də olsun deyə qeyd eləmişəm. Y kinetikin Y potensialı olan nisbəti bərabər olacaq böyük H bölünsün kiçik H çıxılsın 1. İsbatı da yazmışam, sizə demişəm deyənə burada təzədən bir də demirəm. Bir də mənlər, burada nəyə qeyd eləmişəm mən? İmpulsda partlama məsələləri var idi. Mən deyəsən bilmirəm, bu haqda bilmirəm, sizə məsələ işləməmişik, yadımdan çıxıb. Burada qeyd eləmişəm ki, dərs izahında olsun. Bax, tutaq ki, bizim hər hansı bir dənə bir, belə deyək də, qəlpəmiz var. Kütləsi 5M-dir, 10 və sürətindən hərəkət edir. Partlamadan öncə bu haldadır. Partlayandan sonra isə, məsələn, qəlpələrdən biri 3M kütləsinə bölünür, 3M aid olur da, 3M olur qəlpələrdən birinin kütləsi. Digərinin kütləsini bilmirik. Sürətini, yox, kütləsini bilirik. Kütləsi burada yazılıb da. 5M-dir də. 3M, bu da olacaq 2M. İkincinin sürəti olub x ox istiqamətində 20V. Bizdən istəyirlər birincinin sürətini, üzr istəyirəm. Burada 2M yazmamışam, bir anlıq unutdum. Deməli, biz nəyi bilirdik? Partlamadan öncəki impuls, partlamadan sonraki impulsa bərabər olmalı, düzdürmü? Partlamadan öncəki impulsu hesablasam, kütlə 5M, sürət 10V. Bu olacaq 5M vurulsun 10V. Bu partlamadan öncəki impulsdur. Bir də partlamadan sonraki impulsumuza gəlin baxaq. Bax, iki qəlpəyə parçalanıb, birinin kütləsi 3M-dir, sürəti 20V-dir. Deməli, o zaman yazıram 3M vurulsun 20V, üzərinə gəlinsin. O birisi qəlpənin kütləsi 2M-dir, amma sürətini bilmirəm. Yazıram 2M vurulsun V1X. Yəni, x ox üzrə proyeksiyasını yazıram da. Deməli, o zaman həll eləsək, 50MV bərabər olacaq 60MV, üzərinə gəlinsin 2M V1X.
Buradan da 2m V1x bərabər olacaq mənfi 10v-yə. V1x-i hər tərəfdən bu m'lər ixtisar gedir. V1x-imiz də bərabər olacaq mənfi 5v-yə. Deməli, birinci qəlpə partlayandan sonra x oxunun əksi istiqamətində 5v sürəti ilə hərəkət eləyəcək. Bilmirəm, impulsda mən bu haqda sizə məsələ elətməmişdim, bilmirəm. Nəsə birdən yadıma düşdü. Dedim, qoy mexaniki iş güc PDF-ində dərsində bu partlama məsələsində də bir dənə nümunə gətirim. Burada dərs izahında qalsın. Lazım olanda baxaq. Belə müəllimlər, bugünkü dərs izahımız bu qədər. İndi siz mənə deyin, harda problem qaldı, çətinlik qaldı, üstündən keçək. Partlama məsələləri mənə çatmır, biraz çətin gəlir. Hə, bilirəm ki, çox müəllimlərdən çətin gəlir. Ona görə elə mən bir dənə izah vermişdim burada. Bax, məsələn, müəllimə, burada, indi bu nümunənin üzərində siz mənə deyin, burada sizə çətin gələn nədir? O partlayandan sonra, bax, ikinci. Tamam. Bax, partlayandan sonra, bax, birinci kütlə 5m idi, düzdür? İndi şərtdə bizə verdik ki, bu 2 yerə bölündü. Birinin kütləsi oldu 3m, o birisinin kütləsi oldu 2m. İkincinin sürətini bizə verib. Deyir, x oxu istiqamətində bu 3m kütləli olan x oxu istiqamətində 20 v sürətlə hərəkət elədi də partlayandan sonra. Birincinin kütləsini verib, deyir, indi siz tapın görək, bu v1 birinci qəlpədə x oxu istiqamətində hərəkət eləyəcək. X oxun əksinəmi və ya hansı sürətlə? Düz istəyirəm. O 5m 2 yerə bölünür. Bəli, 5m 2 yerə bölünür. Bəli, biri 3m olur, biri də 2m olur. Aha. Onun bir tapaq olar ki, 3m bərabərdir 20 v-yə, 2m də bərabərdir suala. Yəni x kimi də çarpaz və bir tapaq olar, yəni sürətini. Yox müəllimə, o indi təsadüfən bəlkə nə vaxtsa cavabı düz alarsınız, amma yox, onu bax bu impulsun saxlanma qanunundan istifadə edin. Partlamadan öncəki impuls partlamadan sonraki impulsa bərabər olmalıdır. Bax, burada öncəkini hesablayın, nə qədərdirsə, bax 5m deyil kütləsi. Bilirik də, impuls ümumi halda düstur nədir? P bərabər mv-dir də. Bax, bu mv düsturunu partlamadan öncəyə də tətbiq edin, partlamadan sonraya da tətbiq edin. Bax, partlamamışdan öncə kütləsi 5m-dir, sürəti də 10v-dir. Deməli, partlamamışdan öncə bunun impulsu 50 mv imiş. İndi görək, V1 sürəti nə qədər olmalıdır ki, bu 50 mv qorunsun? Deməli, o zaman neyəcəyik? Bax, bildiklərimizdən başlayıram. 3m-in kütləsini bilirəm, sürətini də bilirəm. Deməli, o zaman yazacağım 3m vurulsun 20v. Bax, buradan yazdım bunu. Bu birisi məhsuldur da, sürətini bilmirəm. Deməli, o zaman yazacağım, üzərinə gəlinsin 2m vurulsun v1x. Niyə v1x yazıram? Niyə proyeksiya ilə yazıram? Çünki bilmirəm axı mən bu x ox istiqamətindədir, yoxsa əksinədir. Proyeksiya ilə yazıram ki, axırda cavabı doğru alım. Yəni, mənfini müsbəti alım. Deməli, o zaman 50 mv bərabər olacaq 60 mv. Üzərinə gəlsin 2 mv 1x. Yəni, bundan sonrası adi tənlikdir də. Əsas bunu yazmaqdır. Yazdınız. Bax, bu formada yazdınız. Hər zaman doğru alacaqsınız cavabı. Narahat olmayın. Yəni, bunu da 2 qəlpə, uzağı 3 qəlpə şəklində verirlər. Yadınıza gəlir, topluda da var idi. 1 qəlpə bölündü, partladı, 3 qəlpə alındı. Sürətlərini falan yazdı. yazdı. Bir dəstər, yəni, ancaq müəllim üçün olan, yəni, miqdar, universitet olan şeydir, belə, yəni, bir şeylərdə, dərsliklərdə var oldular. Yox, dərsliklərdə yoxdur. Yəni, çünki, yəni, hazırda olan belədən ən azından aklıma gəlməsən, faydalı işə misalda, bunlar var, amma o şeylər, yəni, keçin. Ona görə elə biraz bizə belə çətin gəlir də müəllimlərimizə, çünki çox görmür yaxı, ona görə. Mənə düşür bunlar miqə? Bəli. Yəni, blok üçün düşür. Bəli, düşür, bəli. Düşür müəllimə. Yəni, çətin deyil əslində, vallah. Yəni, sadəcə olaraq, belə deyim də, üstündə bir-iki dəfə işləmək lazımdır. Başqa harı? Bir də bir şey deyir, dərs ayda olmasa da test göndərmişsə müəllimə. Orada 8-ci sualda, yəni asan bir şeydir. Bilmirəm, mexaniki səhv, yəni mən orada B kimi hesablamışam, amma siz C yazmışsınız. İndi müəllimə, o sualın mən izahını çəkmişəm. İzahını qrupa sizə atacam da. Yəni, öz səhvlərinizə, düzlərinizə oradan baxarsınız. YouTube linkini atacam. Baxarsınız. Bəli, izahını çəkmişəm. Atacam sizə ki, necə izah eləmişəm. Baxarsınız səhvinizə. Mümkün olsa yenə atardınız da test yenə 20 suallıq. Atacam müəllimə. Sadəcə dedim ki, bu birincini yekunlaşdıraq.
Yəni hamı səhvinə, düzünə, videoya baxsın. Yəni indi şərt deyil ki, videonun axırına qədər baxasınız. Sizə hansı suallar səhv çıxıbsa onlara baxın. Mən ümumi videonun hamısını atdım ki, çəkdim ki, da yəni bir də hər dərsdə izah eləməyim də onu. Elə əlimizin altında olsun. Hə, Kim dərsdə baxmaq vaxt istəyəndə getməsin. baxsın, dərsdə vaxt getməsin. Məsələn, siz tutaq ki, 2 sualınız səhvdir, 3 sualınız səhvdir, hansı suallar səhvdir? Videonu yığdırın, o hissələrə baxın, onun izahına baxın. Şərt o deyil, hamısına baxasınız. İndi onu atacağam. Bugün çəkmişəm, yüklənsin, atacağam. Narahat olmayın. Hə, bunun birinci sınağı yekunlaşdıraq, sonra atacağam, narahat olmayın. Hər mövzuya aid var sınaq. Başqa müəllimlər, burada dərs mövzu izahında nəsə problem yoxdur ki? Ev tapşırığını deyirəm o zaman. Ev tapşırığı, müəllimlər, güvən verim yoxsa toplu verim? Yəni topludan işləyəcək ağır Toplu dərsdir. biraz elə bir ağır olur müəllimə. Əgər olarsa toplu işdir. Yaxşı. Ev tapşırığı Yəni, topluğu, toplu mexaniki iş güc. Amma bitirək də müəllimlər, xahiş edirəm. Mexaniki iş güc faydalı iş əmsalı da var hətta orada. Yəni az da düzdür. 10-15 dənə sualdır. Amma yəni axırda faydalı iş əmsalı da var da. Yəni mexaniki iş güc faydalı iş əmsalı bir bölməyə nə aid nə varsa işləyək, bitirək. Birinci günə qədər vaxtımız var. İnşallah bitər. Belə, mənə başqa sözün sualınız var müəllimlər? Xeyr, müəllimə, çox sağ olun. O zaman bugünlük dərsimiz bu qədər. İnşallah bir də birinci gün olacaq dərsimiz. Dərs izaha aydın oldu. Aydındır müəllimə, bəli. Çox sağ olun. Siz də sağ olun. Oldu o zaman müəllimlər. Gecəniz xeyrə qalsın. Xeyr. Xeyr olsun. Sağ olun, sağ olun.